Salam, xoş gördük əziz Futqaz TV izləyiciləri. Bugün biz artıq transfer radarının 21-ci buraxılışındayıq. Xoş gördük səni Ziya. Xoş gördük Rafael. Ziya, bəlkə bu dəfə verilişə başlamamışdan öncə bizi izləyən əziz izləyicilərimizə bir yarışma təklif eləyək. Onlar düzdür, son iki yarışmamızda qalib olmadı. Qarabağın oyununu tapa bilmədilər. Hansı oyuna qoyaq? Gəl bu dəfə Ziya, Azərbaycan liqasından verək oyunu. Bəli, mən düşünürəm ki, Neftçinin yeni baş məşqçi ilə çıxacağı ilk oyuna belə bir yarışma qoyaq. Nə düşünürsən? Neftçi Sumqayıt oyunu? Bəli, bəli. O zaman olsun Rafael, Neftçi Sumqayıt oyununun dəqiq hesabını və oyunda vurulan qollardan birinin müəllifini şərh bölməsində qeyd edin. Və sponsorumuz olan Tarık Ustadan 2 nəfərlik səhər yeməyi hədiyyə qazanın. Şərtlər sadədir, oyunun hesabını yazacaqsınız və vurulan qollardan birinin müəllifi. Məsələn, 2-0 Abubakar. Qeyd edin, edit olunmuş şərhlər qeydə alınmır. Hər istifadəçi yalnız bir dəfə şərh yaza bilər. Elə isə uğurlar, inanırıq ki, bu dəfə artıq qalib gələn iştirakçımız olacaq. Yarışmamızla tanış oldunuz. İndi isə başlayaq transfer radarına. Ziya, söz səndədir. Transfer xəbərlərini bizimlə bölüş. Transfer xəbərləri artıq transfer pəncərəsi Rafael yaxınlaşdıqca xeyli xəbərlər var. Onlar ətrafında danışmaq istəyərəm. Ənəvi olaraq elə istəyirəm Qarabağdan başlayaq. Qarabağ hücumçu transferi və Qarabağda oynayan oyuncuların mümkün gedişləri və müqavilələr var ki, hansı ki onlara da bu verilişdə yer verəcək. Qarabağın transfer xəbəri haqqında başlamaq istəyərəm Rafael. Maraqlıdır ki, son günlər Omar Diouf'un adı Qarabağ ətrafında çəkilir. Maraqlıdır ki, bu xəbəri yayanlar idman saytları deyil, böyük, belə deyək ki, Instagram və yaxud da başqa sosial şəbəkələrdə böyük izləyici kütləsinə malik olan xəbər saytlarıdır, ancaq idman xəbər saytları deyil. Artıq Omar Diouf'un Qarabağa mümkün keçidi barəsində məlumatlar yaymışlar. Kimdir Ömər Diouf və bu futbolçunun Qarabağa keçmə ehtimalı nə qədərdir? Gəlin onu danışaq. 22 yaşı var, 2027-ci ilin iyununa qədər komandası ilə müqaviləsi var. Belçika 2-ci liqasında Liège klubunda forma geyinir. Sol ayaqlı bir hücumçudur, 450 min market dəyəri var və keçirdiyi 17 oyunda 7 qol, 3 asistlə yadda qalıb, mərkəz hücumçusudur, 1,80 m boya malikdir. Futbolçu özü son zamanlar yüksəlişdədir və Afrika Foot qəzetindən bir müsahibə verib. Haqqında yayılan xəbərləri oxuyuram, bəli, transfer xəbərləri var haqqında, ancaq mən hələ ki tam olaraq fikrimi meydana cəmləmişəm. Bu mənim agentimin verəcəyi bir qərardır. Gələcəyi parlaq görünür bu futbolçunun. Və futbolçuya ilk rəsmi təklifi Rafael Saint-Truden klubu göndərib. 1,2 milyon avro təklif göndərilib və Liège komandası dərhal bu təklifi geri çevirib. Futbolçuya görə 2 milyon avro pul tələb edirlər. Qarabağın bu futbolçu ilə maraqlanması xəbəri isə demək olar ki, yanlışdır. Qarabağ bu futbolçu ilə maraqlanmayıb. Yəni, sadəcə Azərbaycan xəbər saytlarına atılan bir xəbərdir. Hələ ki ciddiyyəti yoxdur bu xəbərin. Bəlkə də agenti paylaşıb ki, oyunçunun dəyərini qaldırır. Ola bilər. Çünki Qarabağ son zamanlar Çempionlar Liqasının sürpriz komandalarından biridir və Qarabağ ətrafında bir çox futbolçuların adını hallandırmaqla qiymətini qaldıra bilərlər və Liège klubu futbolçuya görə 2 milyon avro pul tələb edir. Qarabağ 2 milyon avronun ödəyəsi olsa, məncə Klobisi transfer edərdi ki, hələ ki o transferdə də Qarabağ bir irəliləyiş əldə etməyib. Qarabağın Çempionlar Liqasında Ajax məğlubiyyəti bir qədər komandada əhval-ruhiyyənin düşməsinə səbəb oldu. Hər kəs qələbə gözləyirdi, ancaq olmadı. Ancaq hələ də Qarabağ ilk 24 gün içində qərarlaşıb. Bizim Bakıda Ayntraxtla oyunumuz var. Bu oyundan da çox şey asılı olacaq və Qarabağın birmənalı şəkildə transferinə Ayntraxtla oyun, Çempionlar Liqasının play-offuna vəsiqə qazanması təsir edəcək. Ona görə ki, hələ ki tam dəqiq nəsə demək olmur. Biz belə başa düşdük ki, Diouf'un xəbəri hələ real bir xəbər deyil. Bəli, bu sadəcə söyləntidən ibarətdir. Bəs başqa hansı xəbərlər var? Başqa xəbərlər son günlərdə Ajax'la oyundan sonra Nərman Axundzadənin oyununun alınmaması azərkeşlərin xeyli qəzəbinə səbəb oldu və Qarabağdan Nərmanın ayrılması gündəmə gəlir ki, futbolçu psixoloji olaraq yaxşı vəziyyətdə deyil hal-hazırda və rəhbərliyə bu dəqiq təsdiqini tapmış bir məlumatdır. Qışda
əgər təklif olarsa və təkliflər də var, hələ ki rəsmi deyil bu təkliflər, ona görə klubların adını çəkməyək. Nəriman qışda alınsa, Azərbaycanla legioner həyatı yaşamaq istəyir, Azərbaycan çempionatını tərk edə bilər. Bir qədər futbolçunun üzərində çox baskı var və futbolçu bu təzyiqi qaldıra bilmir. Hələ ki Nərimanın 21 yaşı var. Qarabağda bu futbolçuya görə heç də az məbləğ istəmir. 2028-ci ilə qədər Rafael bu futbolçunun Qarabağla müqaviləsi var. Qarabağda bu futbolçunu aşağı bir qiymətə buraxmaq istəmir. Qış transferində bilirik ki, heç də yuxarı bir qiymətlər olmur transferə təklif olunan. Yaxşı bir təklif olarsa Nəriman qışda, olmazsa yayda klubdan ayrılacaq. Daha bir xəbər isə Carlo Ancelotti'nin oğlunun çalışdırdığı David Ancelotti'nin Botafogo klubu ilə bağlıdır ki, Botafogo klubu David Ancelotti Qarabağda çıxış edən Pedro Bicalio'nu heyətinə qatmaq istəyir. Bicalio Çempionlar Liqasında Benfica ilə oyunda da Man of the Match seçilmişdi. Bu da təsir edir. Pedro Bicalio Braziliya vətəndaşıdır və 3 il Palmeiras və Cruzeiro'da ümumilikdə Braziliyada forma geyindikdən sonra Portuqaliya 2-ci liqasında Alverka'ya gəlmişdi. Oradan da Qarabağ bu futbolçunu transfer etmişdi. Futbolçunun hal-hazırda transfer dəyəri 1 milyon avro göstərilsə də Qarabağ bu qiymətə futbolçunu heç də buraxmaq fikri yoxdur. Və Qarabağla da 2028-ci ilin yayına qədər bu futbolçunun müqaviləsi var. Və Botafogo çox ciddi şəkildə bu futbolçu ilə maraqlanır və Botafogo'nun təklifi nədir Rafael? Botafogo birinci 6 ay futbolçunu icarəyə götürüb, yayda şərtlərə bağlı şəkildə oyunçunu transfer etmək istəyir. Qarabağ isə birmənalı şəkildə bu transferi rədd edib. Qarabağın istədiyi məbləğ futbolçuya görə birbaşa ödənişdir və 5 milyon avro Botafogo klubu Bicalio'ya görə pul ödəsə, Bicalio'nu qışda da transfer edə bilərlər. Maraqlıdır ki, Rafael, artıq bu satış gerçəkləşsə, Juninho'dan sonra ikinci bir futbolçu olacaq ki, 5 milyona Braziliyadan olan futbolçunu Braziliyaya biz satırıq. Doğrudan da Rafael, çox maraqlı bir paradoksdur ki, yəni Braziliyaya Braziliyalı futbolçunu 5 milyon avroya satmaq heç də bir aşağı məbləğ deyil və Braziliyanın Globo Esporte saytı bu barədə məlumat verib və bir çox məqalələr var. Hal-hazırda siz ekrandan məndə sağda da görürsünüz. Globo Esporte'nin xəbərini çox rəsmi bir məlumatdır və bir məlumat var ki, Bicalio özü də getmək istəyir. Botafogo'nun növbəti mövsüm üçün planı daha cəlb edici gəlib Pedro Bicalio üçün. Braziliyalı futbolçular özlərini Braziliyaya daha çox xoşbəxt hiss edirlər. Bəli, üstəlik də əgər futbolçu getmək istəyirsə, böyük ehtimalla Qarabağda aldığı maaşdan da yaxşı bir maaş alır. Düzdür, karyerasını fikirləşsə Qarabağda qalıb, bəlkə də növbəti mövsümdə Çempionlar Liqasında, bəlkə də play-off oynayacaq, daha da yaxşı yerlərə gedə bilər. Ancaq böyük ehtimalla 5 milyonu Botafogo versə, Qarabağ birbaşa ödəniş tələb edir. Ödənişi edin, futbolçu sizin olsun. Ziya, bəs Qarabağla bağlı başqa nə xəbərlər var? Çox maraqlı bir xəbər var. Qarabağın baş koordinatoru Avtandil Hacıyev Rafael hara yola düşüb? Nigeriyaya. Afrikaya, bəli. Nigeriyaya yola düşüb. Nigeriyada Obasa kuboku keçirilir. Obasa kuboku nədir? Bilməyənlər üçün bunu izah edim. Obasa kuboku Obasa ailəsinin Lagos şəhərində keçirdiyi bir UEFA tərəfindən rəsmi olmayan bir turnirdir. Həmin turnirdə U17, U20 yaşlı futbolçular iştirak edir. Və Qarabağ, Avtandil Hacıyev Nigeriyada Qarabağ üçün yeni Osimhen axtarmağa gedir və bir həftə Nigeriyada qalacaq, Lagos şəhərində çempionatı izləyəcək və Qarabağın skautları ilə yanaşı bir çox ölkədə olan skautlar bu qeyri-rəsmi turniri izləyirlər. Yəni, təsəvvür et ki, Rafael, oradan 2, 3, 4, hətta 5 futbolçu tapıb gətirə bilərlər. Qarabağın gənclər yığmasında oynada bilərlər. Qarabağın U19 gənclərinin nə qədər bərbad olduğunu biz Ajax'la oyunda gördük ki, 8-0 məğlub oldular və həmin heyətdə də 2 qaradərili futbolçu var idi ki, Qarabağ cəlb etmişdi. Onlarla da nə eləsə yadda qalmadı. Ancaq Avtandil Hacıyev artıq bu müasir futbolumuzda Qarabağ üçün ilk deyil, yavaş-yavaş belə hallar daha da çox olmalıdır ki, bizim skautlarımız da gedib xarici, əsas da Afrika ölkələrində futbolçularını tapıb, gətirsinlər Azərbaycan çempionatımıza Qarabağ, yetişdirib satsınlar.
Uğurlar arzu edir Avtandil Hacıyevə də. Digər xəbərlər artıq dəfələrlə qeyd etdiyimiz müqaviləsi yayda başa çatacaq oyuncularla bağlıdır ki, Elvin Cəfərquliyev, Toral Bayramov, Emanuel Addayev ilə danışıqlar yanvarda baş tutacaq. Yayda müqavilələri başa çatır. Yanvarda oturacaqlar. Qarabağın skautları, Qarabağın rəhbərliyi bu futbolçular yeni müqavilə imzalamağa çalışacaqlar. Böyük ehtimalla da müqavilə imzalayacaqlar, ancaq transferin olub-olmaması artıq bu müqavilələrdən sonra bilinəcək ki, Qarabağda bu futbolçuların transferlərindən pul qazanmaq istəyir. Qarabağla bağlı xəbərlər bu qədərdir. Bəli, Rafael bitdi. İndi istəyirəm keçək Neftçi ilə bağlı. Son transfer radarında biz Vernidubun adını çəkmişdik ki, artıq demək olar ki, hər şey rəsmiləşib. Bu dəfəki xəbərimiz də özünü doğrultdu və Vernidub Neftçinin baş məşqçi postuna gəldi. Yəni biz paylaşdığımız xəbərlərin doğrudan da reallıq payı, doğruluq payı bəli çoxdur. Demək olar ki, rəsmi şəkildə açıqlayan kanallardan biri idi ki, artıq 2 həftə öncə Vernidubun Samir Abbasovun gedişindən sonra gələcəyi barəsində xəbərlər yaymışdıq. Vernidubla 1.5 illik müqavilə imzalanıb və sabahla Neftçinin oyununu izlədi və qəti şəkildə razı qalmayıb Neftçinin oyunundan və Neftçidə bir sıra dəyişikliklərin ediləcəyi gözlənilir və ən çox Rafael narazı qaldığı məqamlardan biri də fiziki baxımdan komandanı bəyənməyib, çox bərbad adlandırıb hətta. Fiziki məşqçini də dəyişmək istəyirlər. Zaten bu görünür. Bəli, yəni bildirib ki, açıqlamasında Vernidub, yəni komanda 45 dəqiqədən sonra sanki nə oynadığını bilmir. Çox maraqlı olacaq Vernidub. Mənim fikrimcə Neftçiyə yeni nəfəs gətirə biləcək. Bu arada elə verilişimizin öncəsində də bildirmişdik ki, Neftçi Sumqayıt oyuna hədiyyəli yarışımız var. Hesabı və vurulan qollardan birinin müəllifini tapın, şərhdə qeyd edin və Tarık Ustadan 2 nəfərlik səhər yeməyi hədiyyə qazanın. Azərbaycan futbolu haqqında Rafael bu qədər. Azərbaycanla Ziya bu qədər. Onda keçək Türkiyəyə, çünki qonşu Türkiyədə çox maraqlı xəbərlər var. Hal-hazırda Türkiyə bazarında da çox böyük şayələr və xəbərlər çıxıb. Buyur, söz səndədir. Galatasaray ilə başlamaq istəyərdim, Rafael. Galatasaray son videoda da qeyd etdiyim kimi Ademola Lukman transferi üçün artıq futbolçunun agenti ilə danışıb. Qışda bu transfer baş tuta bilər. Futbolçunun özü də razıdır və bu məsələdə əsas rol oynayan Victor Osimhendi Nigeriyalı milli komanda yoldaşını Galatasarayda görmək istəyir. Lukman razıdır. Qalıb Galatasarayın Atalantaya tələb etdiyi məbləği ödəməsi. Böyük ehtimalla da Galatasaray bunu ödəyəcək, ancaq Galatasarayın Çempionlar Liqasında playoff şansları artıq sual altına düşüb. Bunun üçün Atletico Madridi mütləq şəkildə məğlub etmək lazımdır ki, Galatasaray ilk 24-dəyə girsin. Növbəti oyuncu City ilə olacaq. City-ni səfərdə məğlub etmək çox çətin olacaq. Ona görə Galatasaray bunu bacarmalıdır və Salahın da adı hallanır Galatasarayla. Bu real bir şey deyil. Belə deyək ki, Galatasaray da mən də varam ortada bildirir. Salahın maaşı çoxdur. Ancaq Osimhen transferindən sonra olmaz deyə bilmərəm. Hər bir şey ola bilər. Bu transferdir. Salah da böyük ehtimalla artıq yanvarda. Bəlkə də 6 aylıq gəlib oynayar. Ola bilər, o da ola bilər. Amma Ərəbistan klubları Salahın transferi üçün sıraya düzülüblər. Liverpool istədiyi məbləği dərhal ödəyə bilərlər. Ona görə Liverpool inanmıram ki, icarəyə versin. İcarə maaşı da çoxdur Salahın, yəni Türk klublarının ödəməsi bir qədər çətindir. Və Galatasaray haqqında bu qədər. Keçid alaq Fənərbağçıya. Fənərbağça Dominik Livakovic transferi üçün Dinamo Zagreblə artıq razılığa gəldi. Belə deyək ki, çıxdığı yuvasına geri qayıdır. Jirona'ya icarəyə verilmişdi, lakin heç bir oyuna çıxa bilməyib Jirona'da. Səhv etməsə bir oyunda forma geyinə bilib və artıq tərəflər arasında razılıq baş tutub. Qış transfer pəncərəsində Dominik Livakovic qayıdır Dinamo Zagrebə. Fənərbağça Buranı məğlub etdiyi oyundan sonra Fənərbağçanın rəsmiləri Aleksandr Sorlotun meneceri ilə Norveçdə görüşüblər. Fənərbağça Sorlotu transfer etmək istəyir, ancaq bir qədər çətindir. Niyə görə? Sorlot Atletico Madrid PSV oyununda oyunun man of the match seçildi.
qolla yadda qaldı, assistlə yadda qaldı və Diego Simeone futbolçunu buraxmaq istəmir, ancaq bir qayda ilə buraxa biləcəyini qeyd edib, yerinə yaxşı hücumçu alınsa, Aleksandr Sorlotu buraxa bilərlər. Fenerbahçe bu transferin bitməsini çox istəyir. Çempionluq yolunda da Sorlot çox böyük fayda verə bilər. Ancaq nə dərəcədə bu reallaşacaq bilinmir. Digər bir transfer Fenerbahçe'da Lewandowski'nin adı ilə bağlıdır. Lewandowski'nin agenti ilə Fenerbahçe tərəfi görüşüb. Qismən razılıq əldə olunub. Bir şərtlə Lewandowski razılıq verir. Əgər Barcelona il yarımlıq müqavilət təklif etsə, Lewandowski'yə Barcelona'da qalacaq. Yox, əgər Barcelona futbolçunu istəməsə, o zaman Fenerbahçe'dan 2.5 illik müqavilət tələb edir və maaş yükü də xeyli olacaq. Ona görə hələ ki bu transferin bitib-bitməyəcəyi sual altındadır. Bu arada Fenerbahçe'dan Rodrigo Bekao da heyətdən çıxardılıb. Bu futbolçunun meneceri artıq qışda bu oyuncuya yer axtarır. Maraqlıdır ki, Tedesco bu futbolçunu istəməyib. Fenerbahçe sol cinah müdafiəçisini almaq istəyir. Tedesco Archie Brown'un oyunundan xeyli narazıdır, müdafiə xəttindən xeyli narazıdır. Ona görə sol cinah müdafiəçisi, dayaq yarım müdafiəçisi və hücumçu Fenerbahçe qışda bu 3 mövqeyə futbolçu transfer edəcək. Digər xəbərimiz Beşiktaşla bağlıdır. Beşiktaşda isə sular durulmur. Cengiz Ünder'in zədələnməsindən sonra da Rafa Silva da heyəti tərk etmişdi. Beşiktaş rəhbərliyi bildirib ki, Rafa Silva getmək istəyirsə, onu transfer edən klub transfer məbləğini Beşiktaşa ödəməlidir. Yoxsa artıq Rafa Silva klubla birlikdə məşq etməyəcək, aşağı yaşlılarla məşq edəcək və onu Beşiktaş maaşın ödəməklə belə deyə futboldan soyudacaq. Hələ ki, bunlar da sual altında da ola bilər ki, ancaq barışıb geri dönmə ehtimalı 1%-dən də azdır, Rafael. Demək olar ki, bütün körpüləri yandırıb və geri dönüşü yox səviyyəsindədir. Belə başa düşürəm ki, bu Türkiyələ bağlı son xəbərimiz idi. Bəli, son xəbərimiz idi. Növbəti bir verilişimizin də sonuna gəldik. Əziz dostlar, kanalımıza abunə olmağı, videonu bəyənməyi və öz dəyərli fikirlərinizi aşağıda şərh bölməsində bizimlə paylaşmağı unutmayın. Bundan əlavə bizim viktorinamıza da iştirak edin. Neftçi Sumqayıt oyununa dəqiq hesabı və qollardan əgər qol olacaqsa, əlbəttə ki, müəllifini qeyd edin birini. Əgər siz doğru tapsanız, Faruk Ustadan bizdən 2 nəfərlik səhər yeməyi qazanacaqsınız. Ziya? Sağ olun, izləyicilərimizdən də sağollaşıram. Sağ olun, növbəti transfer aralarında görüşərik. Çalışın ki, radara düşməyəsiniz.